Pənahlı Anar Fikrətoğlu 1 iyul 1996-cı ildə İmişli rayonunun Qızılkənd kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra Şəki Dövlət Texniki Kollecində yol hərəkətinin təşkili ixtisasını bitirib. Uşaq vaxtından hərb işinə böyük maraq göstərən Anar elə uşaqlıq arzularının ardınca gedərək yenidən ordu sıralarına qayıdıb. O ağır bir təlim yolu keçərək gizir olub və hərbiçi kimi fəaliyyətini davam etdirib. Sentyabrın 27-si döyüş başlayanda Anar da ön cəbhəyə yollanıb və yoldaşları ilə birgə ağır döyüş tapşırıqlarını yerinə yetirib, böyük şücaətlər göstərib. Xüsusən Füzuli və Cəbrayıl istiqamətlərində iştirak edən Gizir Pənahlı düşmənlə üzbəüz döyüşdə 2 güllə yarası alıb. Oktyabr ayının ikisi Cəbrayıl Füzuli istiqamətində, yəni Füzuli rayonunun azadlıq uğrunda gedən döyüşdə yaralanmışam səhər saatlarında. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yəni onların belə deyim, yəni onların haqqı bizim üstümüzdə böyükdür. Yəni mən şəhid analarının əllərindən öpürəm. Allah bütün yaralılarımıza, qazilərimizə can sağlığı versin, tezliklə öz atalarının, analarının, valideynlərinin yanında olsunlar, sağlam canla. Mən çox fəxr edirəm ki, mənim belə bir övladım var. Vətən uğrunda öz canından, qanından keçməyə hazır olan, əgər yenidən vətənimiz uğrunda öz qanını tökmək lazım gələrsə, mənim oğlum heç də bir qazi olmasına baxmayaraq öz canını verməyə hazır olacaq bir evladdır. Mən şəhidlərimizin qarşısında baş əyirəm, bütün qazilərimizin tezliklə sağalmasını istəyirəm, Allahdan arzu edirəm. Səngərdə olan, hal-hazırda bu soyuq havalı şəraitində səngərdə olan bütün əskərlərimizin tezliklə öz evlərinə dönməsini arzulayıram. Öz qanından, canından keçməyə, öz xalqı üçün, dövləti üçün qanını verməyə hazır olan ordumuz var. Çox şükürlər olsun ki, yeni dünyaya gələcək evladlarımız artıq bu torpağın üzərində qürurla yaşayacaqlar və özlərinin başını uca edəcək, belə oğullar olduqları ilə fəxr edəcəklər. Qazimiz mütəmadi olaraq ailəsi ilə əlaqə saxlayıb yaxşı olduğunu deyilmiş. Ən son yaralanmadan 2 gün öncə atası ilə danışıb və əməliyyat bitdikdən sonra yeni əlaqə saxlayacağını deyib. Sağ olsun prezidentimizi, Ali Başkomandanımızı, bizim ordumuzu, şəhidlərimizin analarının qabağında baş əyirik, əllərindən öpürük. Bu cür üç balalarımıza azadlığa çıxartdı bizim hökumət. Bütün dünyaya səs saldı bu cürə qəhrəmanlığı ilə. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mən şəhidlərin analarının əllərindən öpürəm, qarşısında baş əyirəm ki, bizim kimi, bizim belə bir övladları dünyaya gətirib, qanı sahəsində, canı sahəsində dövlətimizin köməkliyi ilə, prezidentimizin əmri ilə torpaqlarımızı azad elədi. Xalqımızı xoş günə, azad günə çıxartdı. Allah şəhidlərə də rəhmət eləsin, qazilərə can sağlığı versin. Qeyd edək ki, Anarın atası Fikrət bəy də 1-ci Qarabağ müharibəsi iştirakçısıdır. Qazimiz 3 övladlı ailənin ilk göz ağrısıdır. Dekabrın 7-si xəstəxanadan evə buraxılan Anar, müalicəsi başa çatdıqdan sonra yenidən orduya qayıtmaq, vətən qarşısındakı borcunu bundan sonra da davam etdirmək istəyir. Ümid edirik ki, qəhrəmanımız tez bir zamanda sağlamlığına qovuşar və arzusuna çatar. Nərgiz Zəhriyeva, Məmməd Ağavəliyev, İnteraz.